Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Mən Nazım müəllim Ağazadə. Bugün sizlərə həndəsədən 2 maraqlı sual tipi izah edəcəm. Xoş izləmələr. Keçək suala. Deməli, sualda belə bir kub verir və bizdən kubun həcmini soruşur. Gəlin əvvəlcə verilənləri yazaq. Deməli, bizə nə verilir? S, A, D, C1, B1-in sahəsi verilir neçə? 3/2. Bax, gördüyünüz hissə, rəqslənmiş hissədir və sahəsi verilir bizə. Bildiyiniz kimi kubun tilləri bərabərdir və kubun tilinə bir A deyirəm. Kubun tili olsun A. Düzdür? O zaman bu hissə də A olacaq. Tilləri bərabər olduğu üçün bütün tillər A olacaq. Və burada bilirsiniz ki, düzbucaqlıdır, 90 dərəcədir. Burada belə bir üçbucaq görürsünüz. Düzbucaqlı, üçbucaq görürsünüz və bərabər yanlı düzbucaqlı, üçbucaq görürsünüz. Yəni tillər bərabər olduğu üçün A, A-dır və 90 dərəcədir. Siz də bildiyiniz kimi, üçbucaq əgər bərabər yanlı düzbucaqlı üçbucaq olarsa, bu 90 dərəcənin qarşısındakı tərəf yan tərəfin kökhatta kim hissinə bərabərdir? Olacaq A kökhatta 2. Bu qaydadır. Buna əsasən kubun tilləri A-dır və mən də bu hissəni, yəni betonuzu 90 dərəcənin qarşısındakı yazıram A kökhatta 2. Qeyd elədim A kökhatta 2. Və bu rənglənmiş hissənin sahəsini bizə verib 3/2. Bu da qeyd edirəm. Deməli, sahə necə tapılır burada? Düzbucaqlı formasındadır da. E-nin vuracaq uzunluğuna bizə bu rəqslənmiş hissənin sahəsini verəcək. O zaman olacaq belə. A vurulsun. A kökhatta 2 bərabərdir. Neçəyə? 3/2-yə. 3/2-yə. Burada hər tərəfdən kökhatta 2-lər ixtisar gedəcək. A-nı A-ya vuranda A-nın kvadratı bərabərdir. 3 olacaq. Və bizdən də nə istəyir? Bizdən A-nın deməli, həcm istəyir, kubun həcm istəyir. Kubun həcmi də bildiyiniz kimi V ilə işarə olunur və A-nın kubuna bərabərdir. Tilinin kubuna bərabərdir, kubun həcmi. Və buradan A-nı tapsam, A bərabərdir nəyə? Kökün altında 3-ə. Yəni, hər tərəfi kökə salsam, burada A bərabər olacaq, kökhatta 3-ə. Və mənə nə lazımdır? Mənə A-nın kubu lazımdır. O zaman hər tərəfi kuba yüksəldəcəm. Olacaq belə. A-nın kubu bərabərdir. Bildiyiniz kimi bu kub kökün içərisində artıqdır, yəni qüvvətə. Olacaq belə, kökün altında 3-ün üzərində 3, o da eləcə 27. 3-ün üstündə 3, 27. 27-ni də 9 vuraq 3 yazacaq və 9-dan 3 çıxacaq, 3-ün biri kökün altında qalacaq. O zaman kubun həcmi olacaq 3/3. Doğru cavab olacaq C variantı. Belə, indi isə keçək növbəti suala.